Ay oğlum, sen məni qoyub hara gedirsən? Sən mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğat olunsun və bunu birbaşa rəsmi şəkildə də deyilsin və desin ki, vətən sənə halallıq vermir. Hara gedirsən? Səyyad Aran. Yəqin ki, bu ad sizə tanış gəlir. Bu şəxs millətin vəkili, Milli Məclisdə oturan millət vəkilidir. Bugün belə bir çıxış edeyim ki, ölkədən, bugün deyəndə bu çıxış bugün qarşıma çıxdı. Ölkədən çıxıb getmək istəyən cavanlara dövlət bu cür səslənməlidir ki, ay bala, hara gelsən, sən haqqımı halal eləmirəm, dövlətə borcunu ödəməlisən. Hörmətli Səyyad Aran, sənin bir neçə gün bundan qabaq bir videonda çıxdı o maaş barədə və dünənləri oğlunun, üzr istəyirəm, nəvənin küllü miqdarda neçə yüz minlik maşını çıxdı ortalığa. Görəsən dövlətə borcunu ödəyib. Xəbərim var, dövlətə borcunu ödəyib azlıq və səfalətdən intihar edən neçə yüz qazi var. Xəbərim var, bu dəqiqə nə qədər qazilərimiz, ali təhsilli qazilərimiz qazi olublar deyə, dövlətə borclarını ödəyiblər deyə, qazi olublar deyə iş üçün müraciət edirlər icra hakimiyyətlərinə, onlar işə götürmürlər. Xəbərim var, dövlətə borcunu ödəyən şəhidlərin ailələri bu dəqiqə işsiz qalanları var və şəraitsiz şəkildə yaşayırlar. Xəbərim var, Lənkəranda və Tərtərdə hələ 2 dənəsini deyirəm, dövlətə borcunu ödəyib, dövlət də onlara borcunu ödəməli olduğu evlər nə vəziyyətdədir? Yəqin ki, bunlardan xəbərin yoxdur.